Herkese salam bir yerde eləyək. Baxma da necə də. Nəsə herkese salam deyək. Herkese salam. Salam. Biz bugünləri... Paylaşıram ya. Elə şey. Herkese salam. Biz bugünləri YouTube üçün həftəlik vlog çəkmək qərarına gəldik. İnşallah bu səfərki vlogumuz daha maraqlı olar. Saat kimi tağım qəşəng düşüm. İndi gedirik Tim Hortons'dan. İslam Əli bəy özünə kofe götürür. Mən də görüm Tim Hortons'a yay üçün təzə içkilər gəlibmi? Fədakarana. Mən bir sənə günümə amerikanısız başlayamıram. It's gonna be debit. Here you go, your raspberry with lemonade. Thank you. Good afternoon, Martin. How can I help you? Have a good one. Biraz süper. Görüm bu necədir. $50 dolar. Qəşəng düşmədədir. Datlı da. Biz gəldik Scarborough Mall-a. Bizim evimizə yaxın olan Scarborough Mall-dur, bir də Fairview Mall. Amma ki, Yorkdale Mall-dur, yaxşıdır. Orada daha çox turistlər gəlir. Ən yaxşı mall oradır da, böyükdür. Bütün markalar oradadır. Amma Scarborough Mall-la həmişə Fairview Mall-da mən istədiyim, yəni razmerime uyğun paltaları burada tapa bilirəm. Çünki bura adam az gəlir deyə stoklar çox vaxtı dolu olur. Markalar gəlibdi. Bu yox idi. Yorkdale-da olurdu. Mən 4 ildir artıq Kanadada yaşayıram. Heç vaxt bu markadan heç nə almamışam. Dostlarımız çox təriflədi ki, çox yaxşıdır keyfiyyət baxımından. Sadədir, düzdür, gündəlik üçündür. Amma keyfiyyət baxımından çox yaxşıdır da. Ona görə biz İslamla qərara gəldik ki, gedib buradan nəsə bir şeylər alaq. Çünki sadə və şık şeylər çoxdur burada. Deyir ki, bunların koftalarınız adını nə qədər istəyirsən yu, elə keyfiyyət etmir. Zordur bundan tişörtdən. Pis geyimlər üçün ürəyim gedir də. Çox qəşəngdir. Əslində İslama yaraşır. Gedək görək İslam Əli bəy nə seçibdi. Birinci İslam geyindi. Görüb bəyəndikləri olsa, sonra da sıra mənə gələcək. Mənim üçün də burada bir iki dənə şey gördüm, xoşum gəldi. Göstərəcəm birazdan. Biraz bu tərəfə geç, qaranlıq düşürsən. Qəşəng sadədir. Qəşəngsən. Çox sağ ol. Burada almasam Sən artıq small geyinirsən. mən burada artıq almasam ayıbdır da, açıb gətirdilər. Mənim üçün bunları götürürəm. Koftanı. Bu da pentsdir. Şalvar kimi. Çox qəşəng şeylər var burada. Bunlar çox şirindir. Amma Məryəmin razmeri yoxdur. Mən o boyda paltarların içindən bir dənə onu götürürəm. Xoşum gəldi, material falan süper idi. Biz yenə ikinci evimiz Costco'ya gəlmişik. Costco'suz bir günümüz olmasın. Çox xeyirli bir şeydir, çox da dadlı bir şeydir. Amma bu saralmalıdır, yumuşalmalıdır. Bu hələ yetişməyinə çox var. Həmişə Costco'ya gələndə İslam'a deyirəm ki, çox şey almayacağıq. Amma yazıq İslam 300-400 dolardan çıxır. Amma bu səfər doğrudan az şey aldım. Whose card is this, Mama? Yours? Is this your card?
aldıqlarımızı göstərdim. İslam özünə qara şalvar, kofta falan filan aldı. Sonra Zara'dan Məryəmə belə bir tişört götürdüm. Bağçaya giyinməyə. Onsuz da renklə işləyirlər deyə bütün boya olur, sonra ləkəsi çıxmır. Ona görə ucuzlu bir şeyler götürürəm ki bir ay falan heç olsa giyinə bilsin. Və özümə də belə bir korset kimi kofta götürdüm Zara'dan. Bir də belə zmeykalı jaket. Çox qəşəngdir. Belə qolları da var. Kodunu da göstərirəm. Bəlkə kimsə istəsə alar. Ceyrankalarım benim gelirler. Yarım saatı səni gözləyirəm. Mən gözləyirsən. Hə, hardasan? Gəldim. Gəldin. Mua. Aa, Nərgiz də gəldi. Gəldin mi? Hə, gözlə Nərgizə. Bu da ikinci Ceyrankam benim. Necəsən Nərgiz? Çox vaxtında gəldiniz ha. Sevgimi edin itiraf. Yakına gel sözüme bak. Niye eləyirsən ihtiyar? Elini ver gözüme bak. Sana sevgimi edin itiraf. Yakına gel sözüme bak. Niye eləyirsən ihtiyar? Geldim Rusların magazinine. Yummy Market. Buradan bir iki tane şey aldım. 4 ildir buradayım. Kalbasa ses götürdü oradan, həqiqətən yaxşı kalbasa ses axtarırdım Bakıdakılardan da. Tapa bilmirdim. Amma keçən səfər başqa Batırs'da olan, Batırs neysə də, o birisi Yummy'də görmüşdüm, almışdım, xoşum gəlmişdi. Prosta mən indi bura yaxındır deyə bura gəldim ki görüm burada var ya yox. Bu Yummy'nin bu filialı çox böyükdür, çox qəşəng mallar var burada. Bakıda olanda biz həmişə alırdıq. Həmişə bura gələndə belə əl kremləri falan götürürəm. Çoxlar həm sumkaya atmalı, həm də ki nə bilim Bakıda olanda da alırdım çox vaxtı. Bakını xatırladır biraz da. Bahar Store'da falan satırdılar bu kremlerden. Belə sıra götürdüm. Monitorda mənim nömrəm gələndə mənim sıram olacaq. Ən sevdiyimiz saçaqlı pendir. Bizim səfər bu Seskadan almışdım biraz. Dadına baxmaq üçün çox xoşumuz gəldi. İslamın ən sevdiyi alça. Mən də çox xoşlamıram amma arada bir iki dənəsini yeyirəm. Bir də biz Kanadada nə yeyə bilmirik? Lobya. Lobyaya baxın. Bir də belə koreyski lobyalar var. Bunu supa qatırıq. Amma belə Bakıdakı kimi şey, yağ soğanla pomidorda pişirəsən, üstə də samsaq qatıq yeyəsən yoxdur. Bir də çayımız qurtarmışdı. Gəldim onu almağa. Biz bundan alırıq. Çox yaxşı çaydır. Dağıtdım, tökdüm, böyüncürük. Bu. Çox xoşumuz gəlir bu çaydan. Mənim üçün belə bir şey aldım. Çox şirindir. Mənim çubuq çipsləri çox sevir. Həmişə belə bardaçıqa qoyuram. Gəlir belə açır deyir ki, baxır görür ki var ya yox. Amma hər gün vermirəm də. Həftədə bir dəfə, iki dəfə Friday, həftə sonları olanda, bağçanın son günləri olanda eləyirəm onu. Hə, belə bir şey götürdüm onun üçün maraqlı olsun. Bir dənə marka var idi, bahalı marka. Fendi idi, nə idi yadımdan çıxdı. Onlar da belə çubuq-çupsun qabını düzəltmişdilər. $800 idi neçə idi. Ay Allah, cəmaət gedib onu alırdı. Nəysə. Biz amma $6 aldıq. Yəni ekonomiya elədik. İslam narahat olma, çox pul xərcləmirəm. Açaq baxaq görək necədir bu. Burada qırağından basırsan açılır. Ay, şirin. Qırağından basanda hop. Maraqlıdır. Məryəm. Hi. Water bottle. Yeah, water bottle. It just
dirty Yeah, from it's okay. outside. How was today? Good. Good? Good. Okay. Yeah, she had a little nap on the bus there and back, Uh-huh. and no issues. So Okay. really good. Yeah. Good Yeah. job, Mara. She ate good. Say bye-bye. Bye. Bye. Bye, see you tomorrow. See you tomorrow. Bak, sana bunu almışam. Beğendin? Yeah, I got it. Yeah. Say thank you. Thank you. I love you. Well, I got it. Yoktu kurtardı da götürdün eline. Ver. Atayım mı onu? Yeah. Ver at. Meryem at gönder. Elə. Yeni gündən hər kəsə salam. Dünənləri başıma o qədər qarışıq idi ki, YouTube üçün çəkməyə vaxtım olmadı. Bu günləri evimizə yaxın olan Fairview Mall-a gəlmişəm. Rəfiqəmlə görüşəcəm. Həm də dedim ki, bir-iki mağazaya girməliyim, evə bir-iki şey lazımdır. Onları çəkib sizin üçün paylaşım. Rəfiqəm gecikdiyinə görə mən də gəldim. Mənim sevimli, ən sevdiyim mağazalardan biri kitab mağazasıdır, Indigo. Düz burada bütün kitablar hamısı ingilis dilində satılır, bir də fransız dilində falan. Türk dilində və ya da rus dilində kitablar yoxdur. Amma yenə də boş vaxtlarımda ya da ki, kimsə gözündə falan gəlib burada həmişə kitablara baxıram. Burada bəzi kitablar var ki, endirimə qoyublar. Onlara gəlin bir yerdə baxaq. Çox maraqlı oldu bunlar. Səhifələri falan o qədər gözəldir, adam oxumaq istəyir. Yəni oxumasam belə mən bunları suvenir kimi alıb qoyaram da evə. Mağazada sırf bir yer var ki, onlar ancaq yəni uşaqlar üçün nəzərdə tutulub. Sırf onlar üçün də dizayn olunub. Çox qəşəngdir, qeyri-adi görsənir. Qırmızı. Hello. Necəsən? Yaxşıyım, sən təhsən. Artıq yəni hər zaman videolarıma tuş gələ bilərsən kameralarıma. Məşhur YouTuberimiz və Bəli. kamerası. Gəldik bizim möhtəşəm kofe mağazinimizə. Burada bir dənə fındıqlı latte var, həmişə onu alıram. Thank you so much. Ən sevdiyim süpermarket. Bunu həm özüm üçün aldım, həm də İslam üçün aldım. Amma nə yalan deyim, bəyənmədim. Yəni elə çox belə wow effekti yoxdur. Bunların içi necə gözəldir. Bu maskanın yalan olmasın 3-4 dəfə istifadə etmişim. Çox xoşum gəlir, super maskadır. Amma saç yağını isə bəyənmədim. Bir də bunun saç şampunu falan var idi. Balzam ilə biri də. Onları da istifadə etmişəm, onları da bəyənməmişəm. İndi diqqətimi bir bu, bir də bu maskalar çəkir. Hər səfərində, amma bilmirəm alım ya yox. Təzə məhsullar da gəlib, təzə şampunlar. Bir də burada homemade şirniyyatlar olur. Bir də yeməklər olur ki, gəlib götürüb yeyə bilərsiniz. Hazır meyvələr də doğrayırlar işləyən adamlar üçün ki, yəni gəlsinlər rahat götürsünlər. Dadlı olur bu içkilər bu arada. Yeməkləri də göstərim sizə. Mesela mən bunu çox bəyənirəm. Həm şirin olur, həm də acılı olur. Çox qeyri-adi bir dadı var. Orada nəsə fərqli bir şey gördüm. Bir də görək nədir bu? İlk dəfə də bunu görürəm. Nədir bu belə? Bir gün gələcəm. Bunları sınayacaq İslamla.
Görək necədir dadları. Mənə çox maraqlı gəldi. 哦，没有关系，你那2张我们也早就报了。我们有很多张。 Biz bunların bir çoxunu İslam'a gəlib try eləmişik. Xoşumuza gələnlər var içərisində. Amma baxıram ki, təzə məhsullar gəlibdi. İstəyirəm onu İslam'a gəlim alım sizin üçün. Vlogda paylaşarıq. Yəqin ki, bu vlogda yox, gələn səfərki vloglarda paylaşarıq onları. Və özü üçün bu marketdən 1-2 dənə məhsul aldım. Görək nələr alıb. Round Lab. Təmizləyicisi. Bu tərifləyirlər əslində. Sonra bir də yenə Round Lab'ın losyonu, nəmləndirici. Son birini işlətmişəm, birini tanışam. Mübarəksən. Ən sevdiyim mağazalardan biri də budur. Çox qəşəng şirindir. Arada mən YouTube vloglarına da baxıram. Məsələn, türklər falan olur, gedirlər Tokyoya, Yaponiyaya, Koreyaya falan. Orada məhsullar alırlar, paylaşırlar. Mən bir baxıram ki, bizim öz mağazalarımızda maşallah hər şey var. Heç ora getməyə gərək belə yoxdur. Yəni istədiyin hər bir məhsulu burada tapa bilirsən. Özü qiymətlər də eynidir. Arada 1-2 dollar fərq olar ya yox. Bakıda olanda Trendyoldan zakaz edirdim belə gecə maskaları. İkisini aldım, görək necədir. Gəldik bizim sevimli mağazamız olan Best Body Works-ə. Biz ümumiyyətlə əl sabunlarını buradan alırıq. Təxminən 10 gün var. Deyirəm ki, sabah gedib alacağım, bugün gedib alacağım. Deyə axır ki gəldim. Gedək indi seçək görək nə seçirik. Qışın giysi var bunun. Bunlar təzə gəlmir deyəsən. Yay kolleksiyasıdır bunlar. Hava qəşəngdir. Dedik ki, evdə oturub geyinəcəyik. Ona görə qərar verdik ki, çıxaq çöldə gəzək. İslamı da götürdük özümüzlə. İslam'ı götürüp iç zaten. Neyse. Sən özünə bu hörməti qoyursunsa, qıraqdakılar nə hörmət qoyacaq? Yaşda devamı çekme de. Tezden başla. Bəs təbiiliyi ondadır da. Yo, yo, Hər yo. şeyin düşməyidir təbii olan. Həmişə gəzdiyimiz küçələri indi Dilara'ya gəzdiririk. Yaxın qalmağın perspektivləri. Digər padurqalarım, siz də gəlin biz tərəfə köçün. Düz demirəm? Düz deyirsən. Bəli. Siz də yaxın olsaydınız, indi burada siz ola bilərdiniz. Yolu bağlayan. Dönək. Biz kötülüyüz. Her şey Bu yazıqlar, bütün qar, qış, YouTuber, soyuq, yağış demədən hər gün belə işləyirlər. İşleyirler diyendeki pul alırlar. Minimum wage işleyirler. Böyle birden pulsuz işleyirler. Onlar hep böyle pul. Mən də elə bilirdim ki, volontyordular. Sən demə pul alırlarmış. Benim işə necə düzələ bilərik? Dilara belə bir işdə işləmək istəyir. Xoşuma gəldi. Nəzərinizdə olsun, mən də belə bir iş axtarıram. Əgər Kanadada qarşımıza çıxsa mənə Neyse, yönəl. bunu kəsəcəm məncə. Sən bu şeyə layiq deyilsən. İndi sizə buranın məktəbli uşaqlarının geyim tərzini göstərəcəm. Bu özəldə oxuyur bu qız, hə. Bizden çok kaşar kızlıydı. Çox qəşəng idi, hə. Qız bildi ki, mənim YouTube-umu düşür, həyəcanlandı biraz. Saçınız almış. Saçsız adın çöldə, hə. Bu evi çox bəyəndim mən. Çox qəşəng evdir. Wow, evə bax. İnsan belə bir ev arzuluyursan. Ola bilər. Niye de yok? Bəs sən Dilarə? Məncə də 100%. Bu ev köhnə evdir, amma bu ev tipajlı bir ev budur.
fikir verirsiniz, bu biraz remont edib çox qəşəngdir. İşığı da çox qəşəng götürür. Meşəyə mənzərəli bir ev. Cəmaatın babası. Yeni gündən salamlar. Axır ki qız-qıza deytə çıxmışıq. Kişilər bu səfər yoxdur. İlk dəfə bir restorana gəlirik. Heç vaxt bu restoranda olmamışıq. Görək menyusu necədir, yaxşıdırmı falan filan. Onların hamısını sizinlə paylaşacağım. İndi biraz ərazini göstərim sizə. Seçdiyimiz restoran budur, Moxie. Ətrafında The Cake, nə bilim, Kitayski falan restoranlardır deyirsən. Ben bilmirəm. O tərəfdə də restoranlar var, Skadabuş falan. Sekikdə Skadabuşda, o birilərində olmuşuq. Amma heç vaxt bu restorana gəlməmişdik. Dostlar, məni abunə olub, like etməyi unutmayın. Bugün bazar gündür. Uşaqları gətirmişik əyləncə mərkəzinə, Van'da. Əslində burada bir dəfə biz Məryəmlə olmuşuq. Sadəcə olaraq başqa yerə gedəcəkdik. Sən demə, həmin o yer saat 6-da bağlanırmış. Bizim də saatdan xəbərimiz yox. Burada saat 9-a qədər işlədiyinə görə bura gəldik. Gece gelmişim futbola bakmağa. Bunlar böyle başlayıblar. Bize gedirik, donuruz çok. Dondum. Futbol oynamak bilmiş. İnşallah düz gelmişik. Ya burada gidiş. Bence burada değil. Ha burada. Ay biz belki başkası da. Başka gidiş hiç olmaz. Hayalı gördüm. Daha da buraya. Burada bir tane gaziler. Bunlar hansı tərəfdədirlər də ya? Hə, oradadılar. Oo! Ben niye ki? Orada dayan, Mert'in orada dayan. Məryəm bura gəl.
Mən necə diqqətlə baxıramsa, Kocası, kocam. Kocam da koca. kocam ateş ediyor. Kocam ateş ediyor. Oo! Şimdi bu bunu olamaz. Bunun oturmağına bak hele bir. Hə, oturdu. Oradan neçə oldu? Wow, ne qəşəngdir. Herkese salam. Artıq həftəlik vlogun sonuna gəldik. Bugün dostlarımızdan bowlingə gəlmişik. İlk dəfə burada olacağam. Bilmirəm necə yerdir. İnşallah yaxşı olar. Biz gəlmişik. İndi günə ilgili gözləyirik. Bir də başqa bir Azərbaycanlılar gələcək. Onları tanımırıq. İlk dəfə tanış oluruq. Bəli, bəli, bəli. Necə görsən? Bax, görürsən mən danışıram. Sən niyə hər səfərdə mənim əlimdən mikrofonu alıb mənə kəsirsən sözümü? Hə, İslam, mən sual verirəm sənə. Nə sual verdin? Verim, niyə əlimdən mikrofonu alıb sözümü kəsirsən? Danışdın da sən bir 5-6 saniyədə biz danışaq da, düzmürəm. Məni də görmək istəyir. Mənim də qohum əqrəbəm baxır da bu videoya. Burada Instagram üçün video çəkirik. Məkanımız Richmond Hill'da yerləşir. İndi gedək içərisində baxaq görək necədir. Wow, ne gözəldir. Bura əsl Məryəmin yeri. Qərara gəldik ki, gedək kofe alaq. Çünki bura çox səs küylüdür, başıma səs düşdü bütün. Həm də buradakı menyunu çox bəyənmədik, ona görə gedirik kofe almağa. İslam Bakıdakı qohumlarına bunlardan alıb aparmaq istəyir. Özlərini yaxşı aparsalar. Özlərini yaxşı aparsalar. Bu termosdan qazanmaq istəyirsiniz, İslamın sözünə baxın. Bütün qohumların sənə blok atacaq indi. Giveaway eləyirəm, giveaway. Ol İslam cibin dolu olsun. Çox təşəkkür edirəm. Utandırırsınız. Oy, sorry. Sizi bu axşam Çox təvazökar insanam mən. Canım kocam, pullu kocam. Hamı YouTube'a video çəkirəm də yalandan gülürlər. Yalanın gülsə belə eləyərdi. Eləyərdi. Var müəyyənləşdirik. Heç kim ər-arvad oynamayacaq. Ki maraqlı olsun. Qrupumda Murad, Günel, Mürsəl. Mürsəl, Murad, bir də Günel mənim qrupumdadır. Digər qrup isə bunlardır. Görək kim udacaq. İşte İslamgil'in qrupu. Hə. İsə qızlar atır. Görək necə olacaq. Ayda Günel. Yox, Dilərə də ata bilmədi. Günel, səni çox istəyirəm, amma sorry, qrup oxtaya səni dəstəkləyə bilmirəm də. Üzrlü say. Əzəli rəqiblər. Gün Beauty 13 Zəllo. Qəşəngminə, super. Kızlar return elin. Baxmıyor. Nəticələri sizə deyəcəm. Nəticələr sizə açıqlanacaq. Az sonra İslam bəy oyundadır. Və oley! Taram!
Vurdu. Mükemmel bir atış idi. Kızlar yenə dönün, axırıncıdır. Baxaq. Qəşəng. Burada deyəcəkdim ki, niyə inirsən sən Şahruddin, amma onu deyə bilmədim çünki vurdun. Bizim xalımız monitorda görsənməsə də, amma biz qabaqdayıq. 170 bizdədir, 138 onlarda. Görək sonucu necə olacaq. Bunlar totem eləyiblər ki, baxmayanda udur. Baxdınız deyə udmadı. Mürsələ baxardınız da, Mürsələ baxarsan burada. Mürsəl əks komanda olduğu üçün uda bilər. Biz indi gedirik o əks komanda olmasın deyə bütün gözlər sinərsə salmağa. Əsas orada baxmaq lazımdır Mürsəldən Murada məncə. Belə düşünürəm. Təsir ki bacarır. Kimiz? Gör necə paxıldır, sən can. Necə paxıl qızsan. Abrakadabra, Murad ata bilməsin. Murad, gör nə inirsən Murad. Saməni gözlə. Yoldaşım olsan da oyundur. Keçən səfər Moxi necə tərəflədimsə, bowlingdən sonra uşaqlarla gəlmişik indi bura. Görə bəyənəcəklər ya yox. Neyləmişəm? Bu arada Günel, mən Qaraqarevdə yaşamışam. Günel də Qaraqarevdə yaşayıbdı. Sən demə, Bu gün əldə savabışqa. sən demə biz eyni məhəlləyə gedib gəlirmişik, xəbərimiz yoxmuş. Gəldik Kanadada tanış olduq. Çox şad oldum tanış olmağımıza. Mən də şad oldum. Buradan Qaraqarev uşaqlarına salamlar. Biz yeməkləri çəkirik, bunlar da durub yeməyə gözləyirlər. Biz yeməkləri çox bəyəndik, çox dadlıydı. Hamı da bəyəndi. Bəyəndiniz yeməkləri? Çox qəşəng. Çox bəyəndik, hər kəsə tövsiyə eləyərik. Üstəlik vlogu burada sonlandırmağı düşünürəm. Əgər bura qədər baxıb bəyəndinizsə, like edib abunə olmağı unutmayın. Təşəkkürlər. Yeməkləri super.